Əslənliklə salamam, nə var, necəsiniz? İşləriniz necə? İnşallah hamınız yaxşısınız. Dəyərli tələbələr, şagirdlər və dostlar, izləyicilər, mən sizə bugündən başlayaraq Qədim Misir dili haqqında dərslərə başlayıram. Qədim Misir dərslərinin hamı birlikdə öyrənməyimi istəyirsinizsə, məni dinləyin, bəyənin, videonu bəyənin, paylaşın ki, qədim dillərlə maraqlı olanlar öyrənsinlər. Bizim ilk hərfimiz Qədim Misir əlifbasında A hərfidir. Bu hərf belə yazılır. Belə. Belə, 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 belə. Sonra bu belə gəlir. Belə gəlir. Belə. Buradan nöqtə qoyulur. Sonra buraya belə. Sonra bunun ikisini bu xəttlə birləşdirir. Mən təxmini yazdım bu hərfi belə. Bu hərf deməli ad hərfidir. Amma ki, bu hərfi tələffüz edərkən boğazınızı biraz sıxırsınız. Eğer ki, Ərəb dilində, məsəl üçün, o, belə deyək də, o səslər var da, məsəl üçün, hə səsi, sonra buna oxşayan səslər var. Bu səslər boğazı sıxmaqla olur da. Və boğazı sıxarkən səsi kimi tələffüz etmək olur. Belə. Sağ olun, salamat qalın.